Sağ ol, sağ ol. Ha, sağ ol. Dedim ikinci gündən qızıl almışdım. İndi gec olur da. Bunun bir qızıl nə qədər takasan axı? Girdim burada qızıllarımı dəyişdim. Ofisləri tulladım. Dedim ki pulu lazım deyil. Oturursan restoranın zətdə, dostlarınız zətdə. O sırada adamın əlinə zə baxırlar ki, bu nə qızıl geyinir, bu nə qızıl da. Dəyişmək lazımdır da. Bir qızıl 2 gündən çox geyinəndə ki, mənim əlimə olmur da. Nə valla. Pulumu da qutaranmadım ya. Evdən çıxanda 40 min dollar pul götürdüm ki, axşama qədər qutarım. Gün ortadan sonra təzədən gəlib pul götürərəm də. Hələ qutaranmadım ha bu pulu. O deyirlər pulu balta kəsmir. Mən ondan deyə nəsə maşına da bezdim ha. 2 saat adam eyni maşını sürür. Ay zibil. Arkasını vurdum maşını deyə. Aydı qabağını da vurdum. Aydı maşını çırpdım ala deyən görüm. Aydı arkası əzildi. Cızıldı yala deyən görüm bura. Sən öz qabağı cızıldı. Əşi ziyan yoxdur nəsə. Aparıb metallama verəndə ki, bu yararsız halda düşdü. Sürülür nəysə də amma yararsız haldadır ki. Cızıldı orası burası. Nəysə gəlim bir daha maşını mən dəyişim ala buradan. Ay zibil. Bura da vurdıq ha. Başımla getməliyim ki həkimə ya. Maşını ki çox cızdıq biz. Deyən görüm ayda qabağı əzildi adam. Sən at bura apar bunu metallama. Sən maşını yararsız halda sürmək olmur. Gəl bura. Garaj ayda. Bura da vurdıq. Deyən görüm sür bura, gir bura. Gəl sal bura. Nəysə də bura da vurduq ki. Söndür maşını, qoy bura. Bodyguardıma deyərəm, işitmə. Bunu aparar da yerinə. Aparır metallama verər, pulunu da götürməz, eyb olmaz. Nə maşın sürək ya, nə maşın sürək. Gəl bunu sürək. Ya da aparağa, gəl bunu sataq ala. Bu sataq, mən bunu niyə metallama verirəm ki, deyən. Aparam mən bunu satam. Gəl bura, ayda, bura da vurdum. Ala bu maşına da vurdum. Sonra bu klasikin başı qaçıb da, hər maşınıma geyindirirəm bunu. Sür buradan. Aparım maşın yerinə. Da nəysə oralar məni tanımazlar da. Mənim namımı eşitməyiblər. Yəni çünki mən həmişə var yerlərə gedirəm. Daha ora qədər maşın aparmışam ki, düz 2 dənə maşın aparmışam onu satmaq üçün. Çoxdur da bəs. Maşını saxlayarsan sürmək üçün. Amma mən maşınlardan tez bezirəm. 10-15 deyirəm də maşınım var, elə o bir qarajlarımı saymıram. Çoxdur da yəni. 2-3 dənə satmaq lazımdır. Nəysə, qızılların bezdim ala bu qızıllar. Dəyişəcəm bunları. Ya pulum qutarsın sən. Ayda, pulu qutaranmıram. Altınla vurduq bütün deyəm. Suyu çəkdik. Klasik aparaq sadıq. Mən keçən il almışdım da bunu. Yox ala, keçən həftə. Nə keçən? Keçən il başqa klasikdir, onu satmışdım. Keçən il bir dənə də belə maşın almışdım. Qəşəng idi, bu furgondur, o furgon deyil idi. O elə bir ki 2 gün sürdüm, sonra satdım. Sıxılır da adam. Daha maşını çox sürürlər. Yəni maşını sürərsən 2 saat, 3 saat. Sonra aparıb satarsan. Yəni 2 gün nədir, çox sürmüşdüm. Mən bunu aparıb da satıram. Dünən almışdım, yoxsa keçən həftə, deyəsən keçən həftə çox saxlamışam mən bu maşını. Nə qədər alırlar? Ayda, danışım görürəm. Saxla burada. Düş görək ala maşından. Gözlə. Bir arxaya çox əzizlikdir. Salam xanım. Kasıblarla danışmıram, nəysə. Qoyuram bura, özləri alarlar. Nəysə, satdım da. Sonra, bu nə dolu? Bu nə maşın dolu? Hə, bildim. Dostlarımla mutlaşmaq üçün biz bir ara polis maşını zat düzəldirdik, odur. Gəl bunu da sataq. Ya da yox, ala bu qalsın qoy. Arada belə də gedirik də. Arxasına belə kalaşikon zad işarələr zadı qoymuşam da. Arada gedirik pistdə zada, yarış pistinə də orada sürüb eyirik də maşınlar. Qoy qalsın bu. Oyda, bu yaman drift eləyir, bu yaman drift eləyir. Nəysə, gedək hara, nə oturaq günorta yeməyi. 6 saniyə əvvəl yemişdim, mən yemək deyən görməm. 6 saat əvvəl. Mən pulumu qurtarmaq istəyirəm, qaqa, pulumu qurtarmaq istəyirəm. Pulumu qurtarmaq istəyirəm. Oyda, bu nədir, o saxla görüm ha. Bu nə evdir, bu nə villadır. Bir dəqiqə. Dön buradan. Neçəyə dala bu? Oyda, deyək 2 milyona. Gəzmək olar da görsən içini, deyən, saxla görək. Düş görək, yəqin almadan gəzmək olmaz. Deyən, qardaşım. Oyda, qaraja bağla. Gəzmək olur görəsən, yox, gəzmək olmur. Zordur ha, basen insanı yola baxır birbaşa.
Oy da zordur ya bu eva. Zırıltıdır 2 milyona. Amma vəbşi mən pulma necə alıram buranı? Yəni, gələm evdən pul götürəm gələm. Yəni, gələm evə gedirəm pul götürəm gələm. Vəbşi bağıram, siyam, dostlarımla burada istirasat eləyərdik. Sonra 1-2 gün qalaram burada, sonra təzdən sataram da, təzə ev alaram. Ya da elə qalar, mülksüdür də qaqa. Günü-gündən, bax, oyda, sürtdüm, ala, oyda. Ayda, bunu da satmalıyıq. Xarab oldu, nə aparacam metallamışı. Ya ev, qaqa, saxla. Mən niyə belə yerlərdə gəzirəm? Mən şofer tutmalıyım özümə. Ayı 6.000 dollardan. Ay nədir? Günü 6.000 dollar. Aç görək buradan. Düş, puluvu götür. Get. Aa, bu nədir? Burada da 2 dənə maşın var. Şimdi yana, mən puluma da dəyməyəcəm. Maşınlarımı satıram. Pişəm. Maşınlarımı satıram, gələm o villanı almağa. Neynəmə bu evdə maşın qalıbdır. Paslanır, eləyirsə aparam metallama. Verirəm, 2000-3000 dollar verirlər oradan da. Yenə girdim alamıyorum. Aparam maşınlarımı satam. Pişəm. O evə qalacam. O evdə də onsuz da mənim dostlarımda var villalar zatları. Düzdür, məndə də şey var da. Hadi. Aladı yalnız güllə deyirlər, nə deyirlər? Dubayda bir dənə böyük bir dənə mərtəbəli bina var. O həmin o mənimdir məsələn. Eyfel qülləsi də mənimdir. İndi məsələn bu babbalaca bir dənə zırıltı boyda, babbalaca boyda bir dənə ev mənim niyə olmasın ki? Məsələn, indi. Düzdür, elə evlərim var, bunu da alaq da, bu niyə mənim olmasın? Məsələn, maşınları o səhər dəfə alıram, satıram. Babam məsələn dünən, Allah deyən görüm. Məsələn, bunu mən dünən yığdırmışdım. Qəşəng motoruna da əl gəzdirdim. Niyə satıram? Elə belə, lazım deyil. Satdım, siyam. Bu nədir ola? Bu nə maşındır? Oo, yo. Buna yox, buna dəyənmərəm. Yo, qaqa, ay. Apar sat, yox. Satırma, ala, qabağı əzildi, çox əzildi. Ay, yox, əzildi, apar, yo. Apar sat. Yox, ala, bu keçən həftə almışdım da bunu. Saxlayıb bunu, mənim dostlarımda var, niyə məndə olmasın, məsələn də. Məndə var, param X5-mi satam. Düz evdə mənim 40 milyard pulum var. Niyə maşınlarımı satam? Çünki lazım deyil, çox yer tutur. Məsələn, dostlarım zatlarım gələndə maşın salmağa yerlər olmur. Deyirlər ki, ala, bu nə qədər maşındır. Adama pis gəldi, yəni niyə desinlər ki, sənin niyə bu qədər maşının var? 2-3 də olsun, saz olsun da. Saxla. Bir də qora nəsə olacaq. Gir xəstəxanaya. Bura da vırdıq. Gir xəstəxanaya, özün müayinə elə. Füsiyam, toqquşdun qəza, öləcəm bu dəqiqə. Gir xəstəxanaya. Çıx. Müayinə elədilər, 10.000 dollar aldılar məndən. Bir də müayinə eləyirsiniz, 10.000 dollar nədir? Bu qədər az yoxdur, bir 50.000 dollar götürərsiniz də adamdan da. 30 yerdir, bura mən bir də gəlməyəcəm. Apar bu maşını sat özdə. Yox, bu maşını satmalısan sən. Vırdın o stinci, səni öldürür deyə maşını. Apar sən bunu satmalısan, yox. Bu heç də bunu bir dəqiqə satmalısan sən. Çünki adama gülərlər, sən yəni vırıq maşında gəlsən, vırıb sonra düzəldirsən sən maşını və gəlsən, bax yenə vırdıq məsələn. Gör nə günə düşdü qabağı, vay da, ay yox, bu mən sürənmərəm, yox, bax. Ayıb deyə, mənim namım, sanım var, adım sanım var, mənim. Ay da, yenə vırdıq, bura. Lakin maşınlar, cız maşınlar deyil, aslında bura azalırlar, nəsə da, mənə lazım çox pulum olmasın, neyirəm? Bu nədir? Yox, bu offroad maşın. Bunu heç bax. Eyb olma, offroad da onsuz sonra bura vuram. Bunu satanmaram. Yox, qaqa. Yox, bunu harada vursam satanmaram. Yox. Bu mənlik deyil. Bunu heç vaxt satanmaram. Buna dəymərəm də yəni. Bunu onsuz offroad nazadla dostlarımla gedirəm. Dostlarımı da qırmaq lazımdır. Demək ki, dostlarımı da satım. Dostlarımın maşınlarımı satırım. Dostlarımı niyə satmıram? Yox, kişilikdə olmaz dostlarımı satasam. Neysə. Burada saxla, girəsən dedi bundan. Allah, girənməyik, qəşək, halaldır bizə. Ver. Aparam X5-imi satam. Ondan sonra vırdığım o maşını, o metallama verəcəm, onu satmaq mənə yaraşmaz. 11 başı metallama verəcəm, o klasik maşını. Keçən dəfə almışdım, o bir həftə əvvəl, yox, 2 gün əvvəl. Maşına mı qədər sayısı satısız da, bilmirəm, mən nə alıram, nə satıram, nəsə da. Gəl bura. Ya bura görə bu tərəfdən maşın var. Girmə. Hə.
O evi alacağım. 884 min pulum var bir dəqiqə. Bunu sata bilərəm. Bunu satım, o evi alım da. 5 dənə maşınım qalsa bəs də mənə, hə? Çox gəzdiyə bu maşından. Heç sıxıldım mən bu maşından. Aç görək qarajı. Pultla aç. Nə var burada? O, Maybachla Prado. Bunu satmaq olar qardaşım. Gözəlliyə var bir dənə. Bu iki gözəlliyə var. Bu ikisini heç vaxt satmır. Yəni bu kapot burada olana qədər mən bu maşını saxlayacağam axıracan. Maybach yox, Maybach deyəmən. Apar bax Prado sat. Sat. Qabağına bax. Qabağına bax. Əzildi, cızıq düşdü, bax, cızıqdır bütün. Palçıqlı deyə onsuz da maşını. Mən bunu yəni saxlasam, ayba sonra deyəcəklər ki, nə bilim, Onur maşınına minir palçıqlı. Aparıb satmır. Yəni, varların arasında ki, adım sanım düşəcəkdir ki. Nəsə, aparıb satmalıyam mən. Yox. Gəl bura. Ay, dedim. Həm də şu evi almalıyam. Çünki dostlarımda villalar zad var. Düzün, mənim də var, amma xarici ölkələrdə var da. Məsələn, 70-80 dənə villa zat var da. Batı külə hikayəsi. Sat bununla görə, sat. Nə maşındır? Nə maşındır la? Qaqaş, sat hə bunu. Bu nə düşövqəm? Bu nə da la? Bu nə maşınlardır, mən bunları saxlayıram. Sat hə qaqa, sat. Bu kimdir? Ay qaqaş, bu kimdir? Sat. Qaqa, bu nə maşındır? Hamısını sat, ala, sat. Ola, X5 qalsın. Yala, yox, sat. Bu nə düşük maşında? Bunu da sat. Bu nədir? Yox, Maybach'a dəyənmərəm. Yox, qələt edirəm. Maybach'a çətin məndəyəm. Maybach'a dəyənmərəm. Yəni, bayaqdan dəyənmərəm. Amma Maybach başqa şeydir. Bunu dəyənmərəm. Gedək bura 200 min pulumuz satmır da. Neyniyək? Gedək bir də telefona maşınlarımıza baxaq. Görək nə maşınlarımız qaldı. Saxlayaq onun ortasını. Gir telefona. Çevir buradan. Maybach'ımız var. Pradon satanmaram. Bugatti'miz bizim şeydədir. O 3 dənə maşınım qaldı mənim. Oy, o 3 dənə maşınım qaldı. Sataq bəlkə bunu, qaqa. Qaqa, sataq. Yox, satmayaq. Lazım deyil. Pradon satamım, yox. Gedim biraz evdən pul götürüm. Nə olacaq ki? Evdən 4 milyon pulum vardı. Götürüm nə bir dənə. 200 min götürəcəm. Evdəki puluma dəyənmirdim. Bəlkə Darcun pulumdan götürüm. Darcun pulumda nə qədər var idi? Darcun puluma 6 trilyon qoymuşdum da deyəsən, hə? Darcun puluma 6 trilyon. Orada Darcunumdur şimdi. Yox hala. Darcun pulum qalsın mənim. Evdəki pulumdan 4 milyard, 6 milyard Darcun pulum. Dostlarımla xərcləməyə 10 milyard. Orada elədi 6 trilyon 14 milyard. 1 milyon cibimdə var. 2 milyon da yəni. Ayda pulum bilmirəm nə qədər deyə. Götür da. Nə var nə yox götür də. Bir də o yadımda ki, Darcunuma 6 trilyon pul saxlamışdım. Nəsə da. Cabra. Gir evi və pulumu harda saxlamışdım deyə. Pulu bir deyə burada gökdələndədir, göyü dələndədir. Saxla Maybach'ı vurarsan ha birdən ha. Yəni bunun xərci də çoxdur. Xərci çox olsan olacaq ki. Vurma, saxla burada. Girim evimdən pulumu götürüm. O 4 milyondan. Gəl bura. Darcun pulumdan mı götür? Darcunundur indi səni. 2 milyon cibində pul var. Xərcləyib qutaranmadım onsuz da. Əlavə də pul gətirdim. Nəysə da. Evə pul saldım. Evdə onsuz da pul. Məsələn, bu televizorun içində də pul var. Pul qoymağa yer tapmıram. Bunun altında da. Bunların nə görürsə hamısının içində pul var. Siyirmələrin içində pul. Nə bilim, bunun içində bax, bu stolun içində pul var. Şəkillərin arxasında pul. Qapının içində pul. Qapı bir dəqiqə puldan hazırlanıb da əməlli başlı. Buranın içində pul. Tuvaletin içində, ağ eləməyim. Ora qoymamışdım məncə pul. Nəysə da. Məsələn, buraların hamısının içində. Mən indi açacam buranı yemək götürməyə pul. Yəni, pul o deyil. Əl çirkiliyə pulu gərək. Hər iş deyəsən. Nəysə, hara qoymuşdum? Hətta birini götürəydi. Buradan bir nəfəri götürək. Allah, video çəkəsən deyə bütün maşınlarımı satdım. Pulum da qalmadı deyə. Buranı soy.
Cır aradan, cır aradan. Neyse ya. O boyda maşın satdım ya. Ay 2 milyonluq ev almaq üçün o boyda maşın satdım. Sən lazımdır varlı videosu çəkəsən. Kasıb videosu çək. Puluvu da xərcləmədi. Ay o boyda maşın. Əziyyət. Ay video çıxdı. Hayır, yani doğrudan ha uşaqlar, yəni gedirdim mən evdən pul götürəm. Dedim acımdan ölürdüm. Bir dənə gedim o qızıl yerində yemək yeyirlər. Ay dadıyam. Restorana gedirdim. Restoranda gördüm qızıllar zatlar var. Dedim gedim oradan silah götürüm. Qızıl götürüm. Qızıl götürəndə elə bil mənə hədiyyə silah verdilər üstündə. Elə bir paket qızıl götürənə üstündə silah hədiyyə verdilər. Mən silahı götürdüm, elə bir ki gelirim evdən pul götürüm. Ay simi yandırdı mega. Ama siz gedə evdən pulumu götürdüm. Çox pulumu götürməm, rovna olsun. Elə bir evdəki pulum rovna olsun deyə də 5 milyon götürmədim də. 5 milyon götürsəydim 3 milyar 900 nə bilim elə bir şey qalacaq. Elə 4 milyard qalsın dedim. Yaman küləşkar nəsə də paret eləməyin. O əvvəl də olan o şey var idi, hadisə. Onun elə belə şeylər ki, yəni güləsiz də. Maraqlı gəlsin. Yəni mənim evdə 6 milyard pulum zaman var. Mən niyə gedim qızıl yerindən oğurluq eləyim? Yəni niyə elə şey eləməyimi gözləyirsiniz ki siz? Yəni olmayası şeylərdir. Varlıdan siz fəq elə şey gözləməyin də. Yəni varlığın həmişə nə bilim maşını da olur, evi də olur, benzini də olmur. Benzini də olur, polnu bak benzini də olur məsələn. İndi mənim 4000 pulum qalmırdı. Onu necə eləyək? Heç saatda necə eləyək? Gələm onda o bir evimdən pul götürüm. 4000'i də əvvəldən yığda da zibilə düşdü sənəyə. Niyə? Heç zaten buradan bir də keçək. Keçək də varlığın düşdüyü vəziyyətə baxsan. Pul yığır, yerlərdən pul götürür. Niyə də mən səlqəni səhmanı sevən insanım da. Varlayan belə də olmalıdır. Səlqəni səhmanı sevən insan. Pulum istəyirəm dəqiq olsun, rovna olsun. Deyəndə deməyim 3 milyard 995 milyon zat. Yəni istəmirəm də belə şeylər. Belə şeylərin hadisələrin baş verməməsi üçün. Hətta mən dəqiq adamam. Gərək deyəndə yalandan 4 milyard deməyim də. 3 milyard nə qədərsə deyim. Nəsə də. Götürmədim. 2 milyon cibimizdə pul var. Qəşəng. Ala 900 manat pulumuz qaldı. 900 də götürək. Maybaqda salaq da şişələnə evimizin içində. O birisi pullarımın da nə qədər qaldı? 10 milyard nə qədər? 100 alardı. Nə bilmirəm, pulumun sayını bilmirəm. Saysız hesabsız pulum var. Nəsə day. O birisi pullarımı da gətirib qoyaram da burada. Hə, elə eləyərik də da. Oy yavaş ol, ağacı getdin. Sür buradan. Da nəsə, dövlətimiz sağ olsun. Belə şeylər eləyir. Yola da belə şeylər qoyur ki, sürətli falan keçə eləyək. Bunlar əslində hamısını mən eləmişdim. Bir vaxtlar mən bunları bura qoymuşdum ki, zaman sürətli keçsin, pul qazansın da. Sürət çox pis şeydir. Nəsə də, marağı olsun deyə də. Hə, düzdür. Marağı olsun deyə. Gəl buradan axırıncıda və keçirik, pulumuzu qazanırıq. Əslində biznesimiz adım var mənim. Yəni mənim bir dəqiqə ağlıma şeydədir, əvvəlki olan o hadisədə video çıxarmışdım, danışdım. Orada əslində mən bir girmişdim, mənim dəqiq ədavətim var idi o adamla. Dedim girim bunun qızıllarını oğurlayım, borcumu həm də qaytarmışım da. Dəqiq elə oldu. Yəni siz narahat olmayın, şübhəviz qalmasın. O məndən bir dəfə borc götürmüşdü. Mən sevmirəm, yəni borcunu götürürlər sonra vermirlər. Yeni insanlar sevmirəm. Mən də elə dərs olsun deyə getdim onun quyumcusunu soydum. Və dəqiq elə oldu. Yəni şey eləməyinsiniz. Yəni evimdə o qədər pul var. Mən niyə gedim kimdənsə oğurluq eləyim qəsdən? Yəni heç vaxt elə şey olası deyil. Nəysə də 2 milyon pulumuz oldu. Xeyirli uğurlu olsun. Dostlarımla yığışarıq qəşəng. Bəlkə onları Dubaya apardım, da bilmirəm. Nəsə də saxla burada. Gəl. Saxla. Oy diyan. Aldıq. Xeyirli uğurlu olsun. Nəysə, salaq maşınımızı içəri. Salaq da qaqa, salaq. Kənara şüşədir. Mən bir dəfə bura girsəm, girdimsə batdım da mən, evin hamısı aşağıdadır. Ev elə bir şüşə üstündə qurulubdur da, əməlli başlı, bir dənə. Evi sevdiyimdə içsiniz da baxaq hər yerinə.
Belə bir şüşələrini bir yerinə girdim. Hamısı çak, domino kimi hamısı qırılacaq. Qırılandan sonra evdə töküləcək. Yəni ehtiyatlı sürmək lazımdır buralarda. Buradan gir ya evə. Bura nədir? Allah backroomsda da bura. Squid Game yerini oxşatdım. Bu nə evdə? Qəşəng. Bura haradır? Ha, qəşəng. Bura mənim yataq otağım. Super. Belə çölə baxırıq. Super, qəşəng. Buranı bəyəndim. Bura balkonda yəqin. O balkonu da bəyəndim. Qəşəng. Şərab yerzadı sevdim. Buradan girmək olur içəri. Tualetimiz biz hara eləyək? Gedək çölə ağacın dibinə eləyək. Burada evə tualet qoymaq lazımdır. Olmadı axı. Hardan düşürük? Aşağıdan düşürük ya belə. Qəşəng ev belə də balaca olsa da. Nəsə da düşək burada biraz sərinləyək. Nəsə də saxlayaq belə. Oh, qəşəng. Vertolyot gedir. O vertolyotu alıram. Siyam yerim evdən pul götürüm və vertolyot alacam. Priz məsələsi alacam sən. Gözləsən. Mesela burada biraz sərinliyim ya da çıxım gözlə. Çıxım burada biraz güneşlən. Ay bu evdə bir güneşlənməyə yer də yoxdur. Mən bura niyə 2 milyon verirəm? Mesela oturum burada elə belə ora baxım. Nəysə uşaqlar, bugünlük bu qədər olsun. Bu videonu çəkənə qədər canım çıxdı da yəni uşaqlar. Dedim bütün maşınlarımı satım, onsa karşı motor çox oynamıram da. Yəni dedim satım hamısını. 2 milyon eləmədi. İndi dedim kuyumcunun zadı soyum eləyim nəsə də oralarda da oldu da bir şeylər. Yəni hətta bu videonu 6-cı, 7-ci videoda, 7-ci video bu video alındı şükür. Yəni 14 dəqiqəyə gəlirəm, varlı kimi danışa bilmirəm. 15 dəqiqə gələn varlı kimi danışır. Yəni mənə varlıq yaraşmır qaqa. Bundan sonra varlı videolar zaten gələn deyil, ancaq kasıb videolar. Azı da kasıblamışım. Bir dənə 2 milyon ev var, bir dənə may bakım var. Başqa heç nəyim yoxdur. Nəysə sağ olun, like atın, heç siz həvəslənім. O boyda maşınımı satdım da yəni. Yəni başa düşmürəm, bu stəkanlar niyə belə durur? Biz ağzımıza atacağıq, bunlar su töküləcək bizə. Mən varlı işlərini başa düşmürəm qaqa. Yəni bunlar niyə belə qoyurlar? Heç birini başa düşmürəm. Mən niyə varlı videosu çəkirəm axı? Günah məndə ki, varlı videosu çəkirəm də. Nəysə sağ olun.